Prezident İlham Əliyev bir neçə gün əvvəl Zəngilandan üstörtülü şəkildə Ermənistanın baş naziri Nikol Paşinyana qarşıdan gələn parlament seçkilərində dəstəyini ifadə etdi. Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var. Və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq. Xarici İşlər naziri Ceyhun Bayramov isə daha açıq danışıb. O, Qarabağı nəzərdə tutaraq deyib ki, Ermənistanın itirdiyi əraziləri geri almaq istəyən namizədlər seçki kampaniyası dövründə revanşist əhval-ruhiyyə yayırlar. Azərbaycan hökumət və hökumətyönlü mediası da Paşinyan və onun partiyasına dəstək yönümlü tezisləri gücləndirib. Bir sözlə bölgədə davamlı sülh üçün Azərbaycana Paşinyan hökumətinin qələbəsi daha məqbuldur. Bakı üçün İrəvanda suveren qərarlar verən hökumətin olması vacibdir. Bu tezislərin sədaları Ermənistana da çatıb. İş o yerə gəlib ki, baş nazir postuna iddialı namizədlərdən biri Arman Tatoyan Avropa İttifaqının nümayəndəliyini rəsmi şəkildə şikayət edərək bildirib ki, Azərbaycan Ermənistandakı seçkilərə müdaxilə edir. Nikol Paşinyan isə Azərbaycanın təhdidlərini Ermənistan müxalifəti və seçicilərinə qarşı istifadə edir. İyunun 7-sində Ermənistanda keçiriləcək seçkilərin kampaniyası sülh və müharibə ritorikası üzərindən aparılır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası özünü sülh tərəfdarı, rəqiblərini isə özlərini müharibə tərəfdarı olan qüvvələr kimi təqdim edirlər. Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə qeydiyyatdan keçsə də, reallıqda bir neçəsinin parlamentdə yer qazanmaq şansı var. Beynəlxalq Respublika İnstitutunun fevralda yaydığı sorğunun nəticələrinə görə Nikol Paşinyanın partiyası 24% səslə irəlidə idi. 9% səslə ikinci yerdə adı Forbes siyahısında olan erməni əsilli Rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi güclü Ermənistan bloku dayanır. Hər biri 3% səs toplamaqla parlamentə düşmək şansı olan digər iki siyasi qüvvə, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku və 1990-cı illərdə varlanan iş adamı Qagik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan partiyasıdır. Sorğuda iştirak edən respondentlərin 30%-i hələ qərarsız olduğunu bildirib. 9% isə suala cavab verməkdən imtina edib. Ekspertlərin fikrincə, qərarsız və ya seçimlərini gizlədən məhz bu 39% səsə sahib seçici kütləsi sonda yeni parlamentin taleyini həll edə bilər. Məhz bu kütləyə xitab edən baş nazir Paşinyan Qarabağ münaqişəsinin bitdiyini və sülh dövrünün başladığını deyir. Lakin bunun həqiqətən başlaması üçün Vətəndaş Müqaviləsi partiyasına səs vermək lazımdır ki, qonşularla münasibətlərin normallaşmasını tamamlamaq mümkün olsun. Paşinyan Rusiyadan azad olmağı nəzərdə tutaraq sülh uğrunda mübarizəni həm də suverenlik uğrunda mübarizə kimi təqdim edir. Baş nazir Paşinyanın rəqibləri Qarabağın itirilməsi ilə barışmayan Rusiyapərəst müxalifətdir. Aprelin əvvəlində Kremldə görüşlər zamanı Vladimir Putin Rusiyanın bu qüvvələri dəstəklədiyini açıq şəkildə ifadə etmişdi. Moldovada keçirilən son seçkilərə açıq müdaxiləsindən sonra Kremlin indi də Ermənistan seçkilərinə müdaxilə edəcəyi ilə bağlı ciddi narahatlıq var. Rusiyadan gözlənilən hibrid təhlükələrə qarşı mübarizə aparmaq üçün Avropa Birliyi Ermənistana missiya da göndərib. Bu arada Ermənistan mediasında Kremlin dəstəklədiyi qüvvələrin seçicilərin səslərini satın almaq məqsədi ilə artıq regionlarda korrupsiya mexanizmini işə saldıqlarına dair xəbərlər yayılır. Siyasi təhlilçilərin fikrincə, Rusiyanın dəstəklədiyi siyasi qüvvələr vahid koalisiyada birləşmək istəməsələr də, lakin lazımı səsi toplayıb parlamentə daxil ola bilsələr, onların birləşib baş nazirliyə konsensus namizəd irəli sürmələri mümkündür. Müşahidəçilər bildirirlər ki, hazırda Ermənistan müxalifətində ən yüksək anti-reyting göstəriciləri sərt lider və Putinin şəxsi dostu kimi tanınan Robert Koçaryana aiddir. Paşinyanın rəqibləri Kremlə işarə edərək Ermənistan üçün xarici qarantının vacib olduğunu vurğulayırlar. Hakim partiya isə müxalifətin qələbəsinin və tələblərinin sülh gündəliyinin təhlükəli revizionizmi kimi qiymətləndirir. Bu mənada həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin seçkilərlə bağlı ritorikası üst-üstə düşür. Paşinyanın seçki kampaniyasının daha bir mövzusu həm də Avropaya inteqrasiyadır. Lakin o bu iki kursu çox ehtiyatlı şəkildə birləşdirərək nə Moskvadan qısa müddətli sürətli qopmanı göstərir, nə də çox yaxın gələcəkdə Avropa Birliyi və NATO-ya üzvlüyün baş tutacağını deyir. Çünki Ermənistan seçicisi bunun real olmadığını bilir. Üstəlik Kreml ardıcıl şəkildə Ukraynanın aqibətini xatırladaraq Ermənistanı təhdid edir. Amma siyasi təhlilçilər mayda Yerevanda keçirilən Avropa Birliyi Ermənistan zirvəsini, daha sonra Avropa Birliyinin siyasi bürosunun sammitini, ardınca isə Fransa prezidenti Emmanuel Macronun Yerevanda qalıb görüşlər keçirməsini Ermənistanın Avropa ilə sürətlə yaxınlaşması kimi qiymətləndirirlər. Bu arada, rəy sorğularının nəticələrinə görə cəmiyyətdə Ermənistanın Avropa ilə gələcəyi ideyası getdikcə populyarlıq qazanmaqdadır.
Rəyi soruşulanların 51%-i referendum keçiriləcəyi təqdirdə Ermənistanın Avropa Birliyinə daxil olmasına səs verməyə hazır olduğunu bildirib. Erməni politoloqlar bunun səbəbini Ermənistan cəmiyyətində Rusiyaya güvənin itməsi ilə əlaqələndirirlər. Yerevandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin rəhbəri politoloq Tigran Qriqoryan deyir ki, indi Ermənistan cəmiyyətində Moskvaya qarşı tarixdə ən aşağı səviyyədə ehtimat mövcuddur. Bu da birbaşa Azərbaycanla hərbi eskalasiya zamanı Rusiyanın və onun sülh məramlılarının hərəkətsizliyi ilə bağlıdır. Azərbaycanla münasibətlərə gəlincə, Ermənistan hökuməti Qərbin investisiya dəstəyi ilə ikitərəfli danışıqlar prosesinə üstünlük verir. Paşinyan hökumətinin əsas layihələrindən biri Sünik bölgəsindən Tramp marşrutu ilə kommunikasiyaların açılmasıdır. Bu ilin fevralında Ermənistana səfər edən ABŞ-nin vitse-prezidenti Vance seçkilərdə Paşinyan hökumətinə açıq dəstək nümayiş etdirərək Ermənistana nüvə enerjisi və süni intellekt sahələrində milyardlarla dollarlıq Amerika investisiyalarının yatırılması, hətta kəşfiyyat dronları kimi hərbi texnologiyalarının satışı barədə planları səsləndirmişdi. Bundan başqa, 2024-cü ildə Avropa Birliyinin liderləri ilə Nikol Paşinyanın Brüssel görüşündən sonra Ermənistan iqtisadiyyatının dayanıqlığını artırmaq üçün 4 il müddətində 270 milyon avro vəsaitin qrant şəklində veriləcəyi, infrastruktur layihələrinə yarım milyard avro dəyərində investisiya yatırılacaq açıqlanmışdı. Bir sözlə, təhlilçilər iyunun 7-sində keçiriləcək parlament seçkilərini Ermənistan tarixinin ən geosiyasiləşmiş seçki kampaniyası adlandırırlar. Onu da qeyd edək ki, mürəkkəb regional mühit fonunda Ermənistan seçiciləri təkcə siyasi liderlər arasında deyil, həm də inkişaf vektorları arasında seçim etməli olacaqlar. Bunlardan biri Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşdirilməsi, digəri isə gələcəkdə Ermənistanın Rusiyanın patronajlığı altına qayıtması məsələsidir.